Bu qələbəni biz bizim qəhrəman hərbiçilərimizə borcluyuz, şəhidlərimizə borcluyuz. Mən Şirinli Vahid Mehmanoğlu, Tatar Qaraqoyunlu Qiyaslı Yurda Qayıdış İctimai Birliyi və Kəndlər Şurasının adından ölkə hüdudlarımızda və o cümlədən hüdudlarımızdan kənarda yaşayan öz həmvətənlərimizin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Onlara işlərində uğurlar, möhkəm can sağlıqları. Mən Ağayeva Aygün Mürvət qızı, Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 saylı Körpələr evi uşaq bağçasında çalışıram. Qubadlı rayon Tatar Qaraqoyunlu Qiyaslı kənd icmasının Gənclər Komitəsi sədr müaviniyəm və Dünya Azərbaycanlılarını Həmrəylik günü münasibəti ilə ürəkdən təbrik edirəm. Mən Şirinli rayonunda Yardımlı rayon sənətkarkən məktəbində ingilis dillərinin üçün fəaliyyət göstərir. Arzum budur ki, Qubadlımız, Tatarımız yenidən azadlaşdırılsın, gözəlləşdirilsin və mən fəaliyyətini öz yurdumuzda davam etdirir. 30 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü münasibəti ilə bizi ürəkdən təbrik edir. Dünyanın arasında yaşamağımızdan asılı olmayaraq, milli birliyimizin, həmrəyliyimizin daim mümkün olmasını arzulayırıq. Vətənimiz Azərbaycan hər zaman qüdrətli və qalib olsun. Salam aleykum, mən Ruhun Vəliyev. 11 ildə Almaniyada yaşayıram. Həmrəylik günü münasibəti ilə həm öz ölkəmizdə, həm də fərqli ölkələrdə yaşayan bütün Azərbaycanlıları ürəkdən təbrik edirəm. Salam, mən Mehdiyeva Ləman, artıq 9 ildir ki, Almaniyada yaşayıram. Həmrəylik günü münasibəti ilə Avropada yaşayan bütün Azərbaycanlıları ürəkdən təbrik edirəm. Adım Hüseyin qızı Şirinova. Sumqayıt şəhər ofisyasından Xamakda məktəbində ixtisas etməyimi işləyirəm. Dünya Azərbaycanlıların Həmrəylik günü münasibətində təbrik edirəm. İnşallah biz də vaxt gələr, zaman gələr, öz işğaldan azad olmaq istəyirəm. Bərpa olsunlar. Biz də gəlib öz torpaqlarımızda işləyirəm. Mən Mehdiyev Nəzakət Ələsif qızı Dünya Azərbaycanlıların Həmrəylik gününü təbrik edirəm. Allah Taala ölkəmizə, bütün millətimizə can sağlığı versin, ruzi bərəkət versin. İnşallah o gün olsun ki, öz kəndimizə, öz elimizə, obamıza, öz rayonumuza, Qubadlı rayonumuza, Tatar kəndimizə qayıdaq. Necə belə gözəl illərə keçsinlər inşallah. Bir daha təbrik edirəm. Mən Məmmədova Könül Tofiq qızı, hazırda Zorat qəsəbəsində yaşayıram. Hər birinizi Dünya Azərbaycanlılar Həmrəylik günü münasibəti ilə ürəkdən təbrik edirəm. Möhtərəm Prezidentimiz İlham Əliyevidən bayram münasibəti ilə təbrik edirəm. Allah Taala hər birinizə can sağlığı versin. Mən Əliyeva Aynur Səxavət qızı, Tatar kəndində dünyaya göz açmışam və o kəndin bir sakini olaraq hər zaman qürur hissi keçirmişəm. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqımızı, o cümlədən bütün cəmaatımızı səmimi qəlbdən təbrik edirəm. Birliyimiz, sevgimiz əbədi olmağını arzulayırım. Diğer çay kim verdi? Okul ben bilmedim. Şartı ödemedim. Dayanmayacaksın. Yine candan can ayrıldım. Şehidim var Azerbaycan. Vətən sağ olsun diyen yiğidim var Azerbaycan. Bu torpağa kan tökmüşük. Şehitlerin diz tökmüşük. Sanmasınlar biz ölmüşük. Yiğidim var Azerbaycan. Sil ve gözünün yaşını silerim. Bir daha aklıma şehit alasın. Saçmayan aklıma göz yaşam. Gözümü dağlama. Gözümü dağlamayacağım. Varmayın şehit adlı yaramı. Düşmənlər duymasın bu fəryad.
Bilmirəm seni dünya var. Adın tariflərə, yazı şərhlərə, qapı pərdəsinə, qapı şərhlərə. Dəstimizə durdular, sinəmizdən vurdular, günahsızdır qırdılar, 20 yanvar günü. Neçə qəhrəman, sığdırıldı həmin an, çiçəklərdən aktı qan, 20 yanvar günü. Əlləri qorxudmayın, naməllərin cümləsi, qərqəblə azamlığı, acıdan yolun dinləsin. Asta basın o torpağa, orada şəhid nəfəsi var. Qan qarışmış o palçıqda, sönmüş şəhid həvəsi var. Qurban olun, yavaş gəzin, o dağlarda, o daşlarda. Qara şalı bir ananın, dağlar boyda yarası var. Qəlbimizdən xiyabanı, qəlbimizin yaşları, necə sevər